nöqtələrə toxuna bilir və təbii ki, Azad müəllim onu çox gözəl formada bizə çatdırdı. Azad müəllim, müsahibələrinizin birində belə bir ifadə səsləndirmisiniz ki, uğurlu olmaq üçün ancaq cəsarət lazımdır. Ancaq cəsarət mi lazımdır sizcə? Yox, təkcə cəsarət yox. Əvvəla Allah Taala'nın verdiyi bir vergi var, istedad vergisi. Bu olmalıdır. Bəzi insanlarda yoxdur, Allah Taala verməyib o istedadı. Ona görə onların heç zəhmətkeş olmaqlarının, gecə-gündüz çalışmaqları da çox böyük mənfəət gətirib çıxartmır. Düzdür, var bizim aktyorlarımızın içərisində ki, istedadı biraz nisbətən başqalarına nisbətən zəifdir, amma çalışqandır. Bu çox vacibdir, çalışqan. Çox vacibdir. Amma çox yaxşı olar ki, həm istedad olsun, həm çalışqanlıq olsun. Bəli. Amma bir çox filosoflar, bir çox psixoloqlar sübut eləyirlər ki, istedadlı adamlar tənbəl olurlar. Çox yaxşı olar ki, onlarda o qoçaqlığı onlara örgədəsən. Bəli. Ümumən məhsuldar olmaq çox yaxşıdır. Mən zəhmətkeşlik. Bəli. Yəni rusların filmləri hər halda onlar daha çox çəkiliblər də. Baxırsan ki, Yevgeniy Leonov, bu adam dayanmayıb. Bu adam teatr hələ filmlər çox daha, bu teatrda bu dayanmayıb. Bəli. Yəni elə ki, sanki o hiss edir ki, bunun missiyası ölənə qədər tamaşalar, filmlər olacaq. Yəni vaxt çatmır. Elə Oleg Dal baxanda 39 yaşında dünyasını dəyişib, amma nə qədər filmə çəkilib. Mən yəni teatr qoyuram bir kənara. Ona görə də bizdə çox böyük istedadlı aktyorlar var, amma çox az çəkiliblər. Mən həmişə çox narahat edir bu məsələlər. Burada təkcə aktyorların günahı deyil. Mən aktyor olduğuma görə aktyorların cəbhəsindəyəm, aktyorların tərəfindəyəm. Təkcə aktyorların günahı deyil. Bəzən bizdə realizə oluna bilmədiyi üçün müəyyən sərxoşluğa qurşalan sənətkarlarımız olub, aktyorlarımız olub. Çox istedadlı aktyorlardır, amma nəsə alınmayıb. Bunun filmlərə dəvət olunmağı, teatra dəvət olunub rollar verilməyi, sənətkar taleyidir, yaradıcı taleyidir. Burada təbii ki, müəyyən uğurlar da var, müəyyən çökmələr də var, qabarmalar da var. Burada itirən təbii ki, tamaşaçılardır. Bəli. Çünki aktyor kinomuzdur. Bəli. Yəni onlar fikirləşirlər ki, məsəl üçün Azad müəllim daha çox çəkilə bilərdi, biz onu daha çox məsəl üçün deyirəm, və yaxud digər aktyorlarımız. Mən istəyirəm bir balaca qısa toxunaq televiziyaların bu gününə və bu gün bilirsiniz ki, televiziyalardan bir balaca islahatlar gedir, artıq daha çox bu bayağılıq ortadan qalxmağa çalışır. Mən fikirləşirəm ki, belə olmalıdır. Televiziya, məsəl üçün bizim dövrümüz 80-90'lar çox gözəl televiziya tamaşalarından biz böyümüşük. Ramiz Həsənoğlunun və s. O filmlər, o əsərlər, Anar müəllimin. Yəni, indiki nəsil çox bərbad vəziyyətdir. Mən 2000'nin bu tərəfi deyirəm amma nə sorğu edirəm, heç kimi tanımırlar. Deyirsən ki, Uşaqlığın Son Gecəsi filmi baxmayıblar. Nəm 7 oğul istərəm, bizim Cəviş müəllim, Rasim Balayev tanımırlar, Yaşar Nuri. Yəni, Azad müəllim, bu çox, məncə heç xoş bir şey də deyil əslində. Bilirsiniz, bax bu çaynik var ha. Bu nə üçündür? Bunun içində çay dəmləsinlər, gətirib versinlər bizə, biz də onu içək. Yəni, bunun funksiyası ondan ibarətdir. Hər bir şeyin yarananda onun müəyyən bir funksiyası var. Bugün televiziyalarımız onların üzərindən qoyulmuş funksiyanı elə bil sanki unudublar. Televiziyanın maarifləndirmək funksiyası var, televiziyanın məlumatlandırmaq funksiyası var, televiziyanın insanların zövqünü tərbiyə eləmək funksiyası var, televiziyanın xəbər vermək funksiyası var və ilaxır funksiyalar var. Bu funksiyaları sanki unudublar televiziyada çalışan əziz qardaşlarımız. Keçirlər qeybətə. Bəli. Ancaq qeybət gedir. İnsanların zövqünü korlamaqla məşğuldur televiziyada. Bilirsiniz, Azad müəllim, mən o gənci də qınaya bilmirəm. Əgər o film, əgər Uşaqlığın Son Gecəsi verilmirsə, bu adam necə biləcək ki, belə bir filmimiz olub bizim? Bizim millətdə qəribə bir xasiyyət var. Əslində bu millətin mədəniyyətidir. Bizim millət televiziyanı və orada səslənən nitqi etalon kimi qəbul eləyir. Və filan şeyi televiziyada belə deyiblər. Xəbərlərdə belə dedilər. Ayşə, belə dedilər. Yəni, cəmaat onu etalon kimi qəbul eləyir. İndi əcəba, mənim əmoğlanlarım, televiziya işçiləri, bir özünüzə güzgüdə baxın, görün, siz etalona layiqsinizmi? Sizi etalon kimi qəbul edir axı bizim millət. Bəli. Siz elə nitq orada nümayiş elətdirirsiniz ki, millət onu eşitməsə yaxşı. Bir də bir şey var, Azad müəllim. İndi o deyir, güzgüdür da, indi sosial şəbəkələrdə tutaq ki, bir veriliş qoyulur
və altından şərhlər var. Əgər o şərhlərin yüzü də bunun görürsünüz ki, buna qarşıdır, deməli bu nəsə normal deyil də. Hətta bəzən yazırlar ki, "Abi kanalın rəhbəri hara baxır?" Bəli. Və onun bəlkə də mən yüngül dedim, daha bərbad formada yazanlar da var. Ondan nəticə çıxartmaq lazımdır ki, mən nəyə görə o təhqiri özümə götürməliyəm? Bütün televiziyanın hansısa bir gəncin tərbiyəsindəki atdığı mənfi addım sonra çox ağır nəticələr verir. Tam razıyam. Çox ağır nəticələr verir. Bunu unutmaq olmaz. Çox sağ olun Azad müəllim, çox dəyərli fikirlər söylədiniz və